Herkese salam, kanalıma ve yeni videoma hər biriniz xoş gəlmisiniz. Gəlmişik başqa bir kəndə, açıq dərs var idi. Oradan çıxmışam, indi gedirəm evə. Tanımadığım yollardı əslində. Amma yoldaşımdan bayaq gəlmişdim, o gətirmişdi. Təxmini olaraq belə yadımda qalıb hansı tərəfindən getməliyim. İndi gedim, özüm də dünəndən gripəm, narahatam. Əslində editlənmiş hazır vlogum var, səsləndirəcəm. Sadəcə səsim griplidir, yəni normal deyil. Ona görə səsləndirə də bilmədim vlogu. Elə qalıb, özüm də yenisini başlamışam. İnşallah yaxşılaşaram, düzələrəm. Heç hardan grip oldum, inanırsınız bilmirəm. Necə oldu, niyə oldu, hardan oldu. Evin içində durduq yerə xəstələndim də. Yəni axşam normal yatdım, sapasağlam. Səhər durdum, baxdım ki, gripəm. Burnum tutulub, başım ağrıyır. Baş ağrısı keçmir, heç cür keçmir baş ağrısı. İnşallah ki keçər. Dərman açıb, içib çıxmışam evdən. İnşallah ki yaxşı olar, keçər. Xəstəliyim də, narahatçılığım da, baş ağrım da. Gedək evə. Evdən davam elətdirərəm yəqin vlogu. Ya da bilmirəm, yoldan davam elətdirərəm. Əslində heç nə ilə gedəcəyimi də bilmirəm. Yola çıxacağım, görək nə var, nə yox. Necə olur. Belə. Gəldim, çatdım evə. Paltarlarımı dəyişdim. O qədər yoruldum ki, maşın gözləməkdən. Bəlkə də 1 saat ya da daha çox vaxt maşın gözləmişəm, taksi gözləmişəm ki, gedim kəndə qayıdım da, yəni evə qayıdım. Qəşəng hava var idi, günəş var idi, amma özümün halım yoxdur çox da, başım ağrıyır, üst-üzə sağlıq, grip, dəhşət pis günə salır məni. Havada yenə yaxşı oluram, amma yenə də belə biraz müddətdən sonra xəstəlik özünü göstərir. İndi yemək falan yiyeyim, çay içeyim. Görək necə oluram. Sumkanı da şeydən almışdım. Ağdaşdan almışdım. 5 manata. Çox qəşəng sumkadır. Keyfiyyətli sumkadır. Belə. Buradan açılmış. Belə zamaq uzaddı. Keyfiyyətlidir. İçi də qəşəngdir. İçinə mən salfetka zad qoymuşam. Qələm qoymuşam. İçi də yaxşıdır. Çox qəşəngdir. Baxın belədir, yəni içinin materialıdır. 5 manata görə, yəni çox qəşəng sumkadır 5 manata görə. Endirimə düşmüşdü. Mağazadan çıxan arada tələsikdə görüb, endirimdə çoxlu sumkalar var idi, nə qədər 5-7 manata düşmüşdü. Mağazadan çıxanda gördüm. Əlimə bu keçdi, bunu aldım. Dedim ki, eyb yox, mən balacadır, hər yerə götürərəm yayda. Yaxşı ki də almışam, yaxşı ki götürmüşəm, çox qəşəngdir. Evə gələndən sonra da çay içdim, yemək yedim, biraz yorğunluğumu aldım, düşdüm həyətə. Yoldaşım həyətdə otlar çalmışdı. Bunlar da qurumuşlar, artıq bir yerə toparlanmağı lazım idi. Həm belə həyət çox çirkli görünür, təmiz görünmür, hər tərəfdə sarımtılı otlar. Həm də ki, yağış yağacağı göstərilirdi. Ona görə yağış dəyməmiş otun hər tərəfinə bir yerə toparlamaq lazım idi. Çünki yağış dəyəndən sonra ot öz keyfiyyətini itirir. Belə yüngül plasmas materialdan Mamagildən dırmağı alıb gətirmişdim. Onlar almışdılar mənim üçün. Ondan qəşəng toparladım. Hamısını qutara bilmədim, amma bacardığım qədərini toparladım. Buradan bu tərəfi eləmişəm. Dayıcı oğlum dayanmır. Buraları da eləmişəm biraz. Bu tərəf qalır hələ ki. Eləyə bilmirəm çünki indi dayanmadı. Növbəti gündən hər kəsə salam. Gəldim yumurta götürməyə hindən. Dünən gecədən yağış yağır. Dünən çox qəşəng hava var idi, amma tutulurdu dəqiqə başı. Axırda da oldu yağış. Baxın, yarpaqlar necə açılıb. Yamyaşıldır hər tərəf artıq. Əvvəlki vloglarıma baxmısınızsa, bilərsiniz ki, biz çörəyi evdə sobada bişiririk və evdə də 2 dənə uşaq olduğuna görə çörəyə baxmaq da, onu bişirmək də
vaxt tələb elədiyinə görə, diqqət tələb elədiyinə görə elə günlərə salırıq ki, hər ikimizin evdə olan günü olsun. Yəni mən tək olanda və yaxud da qaynanam evdə tək olanda uşaqlarla bu çörək bişirmə işini həmin günə salmırıq. Çünki həm uşaqlar, həm çörək hər ikisi birlikdə çox çətin olur. Növbəti gündə məktəbdə idim, kalanı çəkmək istədim sizin üçün. Güllərimizi qoymuşuq beləcə yuxarıya. Bu gül də açıb, çox qəşəng görünür. Sanki heç təbii deyil, dekorativ bir bəzək əşyası kimi görünür orada. Baxın, kitabxanadan nə tapmışam. Bu kitab mənim məktəb dövründə arzusunda olduğum kitab olub. Yəni, necə deyim də, məktəb vaxtında ancaq istəyirdim ki, bu kitabı mənə versinlər, evdə oturub oxuyum bunu, amma imkan vermirdilər. Deyirdilər ki, bu məktəbindir, bunu məktəbdən çölə çıxartmaq olmaz. Kitabxanadan hətta çölə çıxartmaq olmaz, qoymurdular. Ancaq belə deyim də, gedirdim, kitabxanada oturub oxuyurdum. İndisə kitabxanacı dedi ki, bu müəllimlər üçündür, sən bunu aparıb oxuya bilərsən. Mən də aldım, aparacam evə. Axşamlar oxuyacam bunu. Çox qəşəng kitabdır, yəni arzusunda olduğum kitabdır. Gəldim evə, indi istəyirəm ki, peçeniya bişirim. YouTube'dan baxdım reseptinə, bişirməmişəm indiyə qədər. İnşallah yaxşı çıxar. Görək necə olur. Və bura qədər gəlib çatmışkən sizlərə öz xahişimi bildirmək istəyirəm. Mənim də sizdən xahişim nə ola bilər? Təbii ki, abunə olmaq. Əgər kanalıma hələ də abunə deyilsinizsə, abunə olsanız məni çox-çox sevindirərsiniz. Və bu videoya da bura qədər baxmısınızsa, bir dənə bəyəni atmağı və yorum yazmağı unutmayın. Hər birinizin yorumlarınızı sevə-sevə oxuyuram. Bəyənləriniz üçün də çox-çox təşəkkür edirəm. Və bir də kanala abunə olanlar yorum yazanda onların yorumlarını səslə cavablandırmaq olurmuş. İnşallah bu videonun altında onu yoxlayacağım, sınayacağım, görək necə olur. Baxdım ki, miksere ihtiyacımız olmayacaqmış. Yəni artıq bu xəmir kimi yoğrulacaq. Ona görə mikseri çıxartdım. İndi qabartma ilə vanili də əlavə edəcəm bunun üstünə. Sonra yoğuracağım. Üzükləri də çıxardaq. Başladıq. Hal-hazırda gecədir, videonu editləyirəm, uşaqları yatdırmışam və oğlumun xorultu sədaları altında videonu səsləndirirəm. Ona görə də arxadan gələn xorultu səslərini çox da nəzərə almayın, eşitməmiş kimi eləyin. Qaydaq peçenyemizə. Peçenyemizin xəmiri saxlamadım. Yəni eləyən kimi, xəmiri yoğuran kimi eləməyə başladım. Yağlı, ələ yapışmayan bir xəmir alınmışdı. Əvvəlcə eynən reseptdəki kimi heç bir şey əlavə eləmədən qoydum. Sonra ağlıma gəldi ki, evdə damla şokolad var, içərisinə damla şokolad qoyum. Sonra oğlum dedi ki, damla şokoladları bunun üstündən bastıraq. Ona görə də onun da fikri ilə damla şokoladdan peçenyələrimizə göz qoyduq. Səni qıracam deyib bir hissəni elə elədim. Digər bir hissəni isə göz qoymadan damla şokoladları böyük, yəni çoxlu-çoxlu düzərək elədim. İndi görəcəksiniz necə. Oğlumun təklifi ilə bunlara göz də qoyduq. Görə indi qoyaq bişməyə. Birini gözlü elədim. Oğlumun dediyinə görə gözlər olduğunda. Bu birisini də belə damla şokoladları elədim. Oldu kurabiyə. İndi qoymuşam birini bişməyə. Gözləyirəm ki, onu bişirim, qutarım, sonra bunu qoyacağım. Yəqin ki, bunların birazını götürəcəm. Çox sıxdı. Baxıram ki, orada biraz seyrək qoymuşdum, yaxşı ki, aralı qoymuşdum bir-birindən. Görürəm ki, xeyli bir-birlərinə yaxınlaşıblar. Yəni, genişlənir, böyüyür, belə balaca qalmır. Ona görə bunlar bir-birlərinə yapışacaqlar. Ona görə bunları biraz seyrəldəcəm qoyanda. Sadəcə hələ ki, yeri yoxdur deyə qoymuşam belə. Hətta birazını heç eləyə də bilmədim. Yəni, yerləşmədim ümumiyyətlə buna da. Baxın, hazırda vəziyyəti belədir. İndi altına baxacağım, görüm əgər altı pişibsə üstə qoyacağam. Ya da belə saxlayacağım. Baxaq vəziyyətə. Görək necədir. Baxdım, bişməyib altı, ona görə elə altda da qoyuram bişməyə davam eləsin. Həm altı bişsin, həm üstü. Onsuz da üstü çox qızarmayacaq, belə ağ qalacaq.
Belə qoyaq. Özümə bir dənə çay süzdüm və peçenyələrimin son halı da belə oldu. Məncə görünüşləri qəşəngdir, dadları da yaxşıdır. Oğlum bəyəndi. İndi özüm də çay içəcəm və qabları yuyacam. Vlogumu da burada yekunlaşdırıram. Sizinlə sağollaşıram. Bura qədər məni izləyən hər kəsə çox təşəkkür edirəm. Hər biriniz çox sağ olun. Yaxşı ki varsınız. İnşallah növbəti vloglarımızda görüşərik. Hələlik.